Arthur Conan Doyle. Conan Doyle, ikonik dedektiv personaj Sherlock Holmes'un yaratıcısıdır. Sherlock Holmes, onun macəraları. Al qırmızı etüd. İkinci hissə, Müqəddəslər ölkəsi. Birinci fəsil, Böyük Şoranlıq Səhrada. Böyük Şimali Amerika qitəsinin mərkəzi hissəsində qədim dövrlərdən bəri müasir mədəniyyətin qarşısında sədd olan cansıxıcı və məhsuldar olmayan səhra yerləşir. Sierra Nevada'dan Nebraskaya qədər, şimalda Yellowstone çayından cənubda Coloradoya kimi ölü sükuta qərq olmuş, kimsəsiz ərazi uzanır. Lakin təbiət öz səxavətini bu kədərli səhradan da əsirgəməmişdi. Burada həm başı qarlı uca dağlar, həm də qaranlıq tutqun vadilər, həm sürətli çaylar axan sıldırım dərələr, həm də qışda ağappaq qarla, yayda isə boz rəngli şoran tozla örtülən düzənliklər var. Lakin hər yeri eyni dərəcədə kimsəsiz, çılpaq və cansıxıcı idi. Bu ümidsiz diyarda insan yaşamır. Bəzən Pauni və Qaraayak qəbilələrindən olan hindlilər ov etmək üçün yeni ərazilər axtaranda bura gəlib çıxırlar. Amma ən fədakar cəsurlar da tezliklə bu məşum çölləri tərk edib doğma torpaqlarına qayıtmağa can atırlar. Burada kolluqların arasında çaqqallar eşələnir, bəzən yırtıcı sar quşu havada qanad çalır və çılpaq qayaların arasında özünə yem axtaran boz ayılar qaranlıq dərələrlə ağır-ağır keçib gedirlər. Bu tənha yerlərin sakinləri deyəsən elə bunlardan ibarətdir. Yəqin dünyanın heç bir yerində Sierra Blanca'nın şimal yamacları kimi cansıxıcı mənzərə yoxdur. Ətrafda şoran toruzla örtülmüş, sonu görünməyən düzənlik uzanır. Yalnız bəzi yerlərdə kiçik kolluqlar gözə dəyirdi. Üfüqdə sıldırım zirvələrini qar örtmüş dağ silsiləsi görünürdü. Bu nəhəng ərazidə nə həyat əlaməti, nə də canlılara aid izlər var. Gümüşü mavi səmada quş gözə dəymir. Solğun boz torpaqlara heç nə tərpənmir. Hər yer tam sakitlik içindədir. Duymağa nə qədər çalışsan da bu geniş səhrada heç bir səs eşidə bilməzsən. Burada sükut hökm sürür. Ağır və sarsılmaz bir sükut. Yuxarıda deyilmişdi ki, burada heç bir canlı həyat əlaməti yoxdur. Əslində bu tam doğru deyil. Sierra Blanca yüksəkliyindən baxdıqda səhra ilə uzanıb gedən və çox uzaqlarda gözdən itən əyri-üyrü yol görünür. O, xoşbəxtlik axtarışına çıxanların ayaqları altında tapdanıb, araba təkərlərindən şırım-şırım olmuşdu. Yol boyunca boz şoranlıqda günəş altında nələrsə ağarırdı. Yaxınlaşıb baxın, bunlar sümüklər idi. Bəziləri iri və ağır, bəziləri isə xırda və nazik. İri sümüklər öküzlərin, xırda sümüklər isə insanların idi. Bu şoranlıq səhrada həlak olanların qalıqlarına baxa-baxa 1000 mil yarım yol getmək olar. 4 may 1847-ci ildə tənha yolcu bunların hamısını görmüşdü. Onu görkəmindən bu yerlərin kabusuna ya da cininə bənzətmək olardı. İlk baxışdan onun 40 yaxud 60 yaşında olduğunu demək çətin idi. Sarı perqament rəngli dərisi onun arıq, yorğun üzündə tarım çəkilmişdi. Uzun qara saçları və saqqala qarmağa başlamışdı. Dərinə düşmüş gözləri qəribə şəkildə parıldayır, tüfəng tutmuş əli isə skeletin biləyini xatırladırdı. Ayaq üstə durmaq üçün silahına söykənirdi. Hərçənd hündür boyu və güclü qamətinə baxdıqda onun sağlam və dözümlü olduğunu düşünmək olardı. Amma qurumuş bədəndə torba kimi sallanan paltarı və arıqlamış üzü onun niyə taqətsiz qocaya oxşadığını açıq göstərirdi. O ölürdü. Aclıq və susuzluqdan ölürdü. Son gücünü toplayaraq yarğana indi. Sonra heç olmasa bir damla su tapmaq ümidi ilə yoxuşu qalxdı. Lakin qarşısında şoranlıq səhra və əlçatmaz dağ silsiləsi gördü. Heç bir yerdə su əlaməti olacaq nə bir ağac, nə də kolluq vardı. Bu uçsuz-bucaqsız ərazidə onun üçün ümid verəcək heç nə yox idi. Vəhşi, şaşqın baxışlarla şimala, sonra şərq və qərb tərəfə baxdı və anladı ki, onun sərsəri həyatının sonu gəlib. Öz ölümünü burada çılpaq qayalıqda qarşılamalı olacaq. Nə fərqi var? İndi, yoxsa 25 il sonra pərqi döşəkdə? Nəhəng qaya parçasının kölgəsində oturmağa hazırlaşaraq öz-özünə deyindi. Lakin əyləşməzdən əvvəl artıq lazımsız silahını və sağ çiyninə aşırıb özü ilə gəzdirdiyi boz şalla bağladığı böyük düyünçəni yerə qoydu. Düyüncə görünür onun üçün həddindən artıq ağır idi.
Çünki çiynindən götürdükdən sonra onu əlində saxlaya bilməyib yerə saldı. O saat şikayətli qışqırtı eşidildi və boz şalın içindən əvvəlcə parlaq qəhvəyi gözlü, kiçik, qorxmuş çöhrə, sonra isə iki çişli və köpüş yumruq çıxdı. "Sən məni əzdin," uşaq səsi hisslə dedi. "Doğrudan?" Səyyah günahkarcasına dedi. "Bağışla, qəsdən etmədim." O düyünçəni açdı. Oradan zərif ayaqqabılı, kətan önlüyü olan bəzəkli, çəhrayı don geymiş 5 yaşlarında qəşəng bir qız uşağı çıxdı. Onun geyimi ana nəvazişindən xəbər verirdi. Qızın sifəti solmuş və arıqlamışdı. Amma möhkəm ayaqlarına və əllərinə baxdıqda görünürdü ki, o öz yoldaşından daha az əziyyət çəkir. Ağrıtdı, barmaqlarını pıtlaşıq sarı saçlarının arasına salaraq boynunun ardını oxalayan qıza baxdı, narahatlıqla soruşdu. "Öp keçsin," qız zədələnən yeri göstərib ciddi-ciddi dedi. "Anam həmişə belə edir." "Bəs anam ana?" O getdi. "Məncə tezliklə onu görəcəksən." "Getdi?" qız soruşdu. "Bəs mənə nə üçün sağ ol deməyib? O hətta xalamgilə çay içməyə gedəndə də mənimlə sağollaşardı. İndi isə 3 gündür ki, yoxdur. Yaman susuzlamışam. Burada içməyə ya da yeməyə bir şey yoxdur?" "Burada heç nə yoxdur əzizim. Biraz səbr et. Hər şey yaxşı olacaq. Başını bura qoy, yaxşılaşacaqsan." Dodaqlar kağız kimi quruyanda danışmaq çətin olur. "Amma sənə bir şey deməliyəm." "Əlindəki nədir?" "Bax gör nə gözəldir, nə qəşəngdir." Qız iki parlaq mika daşını götürüb sevinclə dedi. "Evə qaydanda bunları qardaşım Boba hədiyyə edəcəyəm. Tezliklə bundan qəşənglərini görəcəksən." Onun yol yoldaşı qətiyyətlə dedi. "Sən sadəcə biraz səbr et. Sənə demək istəyirdim ki, çaydan keçməyimiz yadındadır." "Yadımdadır." "Bilirsən, biz düşünürdük ki, tezliklə o biri çaya da çatacaq. Bilmirəm bizi nə çaşdırdı. Kompas, xəritə, yoxsa başqa bir şey. Azıb qalmışıq. Suyumuz tamam qurtardı. Biraz siz uşaqlar üçün saxladıq və sən də yuyunmağa su tapmadın?" Qız onun sözünü kəsib qəmgin üzünə baxaraq ciddi səslə dedi. "Bəli, içmək üçün də su yox idi. Belə, əvvəlcə Mr. Bertner öldü. Sonra Hintli Pete, onun ardınca Miss McGregor, Johnny Hounds və nəhayət sənin anan." "Anam da ölüb?" qız qışqırdı və önlüyünü üzünə tutub acı-acı ağladı. "Bəli balaca, ikimizdən başqa hamı öldü. Sonra bu tərəflərdə su axtarmağa qərar aldım və səni çiynimə alıb yola düşdüm. Bura isə lap pis imiş. İndi heç bir ümidimiz qalmayıb." "Deməli, biz də öləcəyik?" Qız göz yaşlarından islanmış üzünü qaldıraraq soruşdu. "Bəli, görünür axırımız çatıb." "Bunu əvvəldən niyə demirdin?" Qız sevindi. "Mən də qorxmuşdum. Axı öləndə anamın yanına gedəcəyik." "Sən əlbəttə gedəcəksən əzizim. Sən də gedəcəksən. Sənin necə mehriban olduğunu anama danışacağam. Yəqin o bizi cənnət qapısında bir qucaq isti, qızardılmış qarabaşaq kökəsi və su dolu bardaqla gözləyəcək. Bobla mən bu kökələri çox sevirik. Ölməyimizi çox gözləyəcəyik. Bilmirəm. Yəqin çox çəkməz." O gözlərini ayırmadan şimala tərəf baxırdı. Mavi göy qübbəsinin qurtaracağında 3 qara nöqtə görünürdü. Hər saniyə daha da böyüyüb yaxınlaşan bu nöqtələr tezliklə 3 iri qəhvəyi quşa çevrildilər. Onlar yolçuların başı üzərində yavaş-yavaş dövrə vurub, biraz yuxarıdakı qayanın üstünə qondular. Bunlar qərb çöllərinin yırtıcı quşları sarlar idi. Onların peyda olması ölümdən xəbər verirdi. "Toyuqlara bax, toyuqlara!" Qız məşum quşları göstərib sevinclə qışqırdı və əllərini bir-birinə vurub şapıldatdı ki, onlar yenidən uçsunlar. "Qulaq as, bu yerləri Allah yaradı?" Gözlənilməz sual yolçunu fikirdən ayırdı. "Əlbəttə, Illinoisu da o yaradıb, Missouri-ni də o yaradıb," qız davam etdi. "Amma buranı yəqin başqası yaradıb. Suyu və ağacları da unudub. Bura o yerlər kimi yaxşı deyil. Bəlkə dua edək," səyyah tərəddüdlə dedi. "Axı biz yatmağa hazırlaşmırıq," deyə qız etiraz etdi. "Eybi yox. Əlbəttə, indi duanın vaxtı deyil. Amma Allah inciməz, inan mənə. Vadi boyu gedərkən gecələr arabada oxuduğum bu duaları oxu." Qız təəccüblə gözlərini bərəltdi. "Bəs özün niyə oxumursan?" "Unutmuşam," o dedi. "Yaşca səndən biraz böyük olandan bəri dua etmirəm. Sən dua et. Mən dediklərini təkrar edəcəyim. Onda diz üstə dayanmalısan. Mən də dayanacağam." Qız şalı yerə sərərək dedi. "Əllərini bax, belə qoy. O saat özünü yaxşı hiss edəcəksən."
Bu çox qəribə mənzərə idi. Hərçənd bunu yırtıcı qusarlardan başqa heç kim görmədi. Yerə sərilmiş şalın üstündə dizlərini yerə qoyaraq iki səyyah yan-yana dayanmışdı. Pıçıldayan qız uşağı və fədakar mətin sərsəri. Onun yorğun, arıq üzü və qızın totuq sifəti yuxarı dikilmişdi. Hər ikisi buludsuz səmaya baxaraq tək-bətək qaldıqları qüdrətli Tanrıya hərarətlə dua edirdi. İki səs, nazik, cingiltili və alçaq xırıltılı, ondan mərhəmət, əfv diləyirdi. Dua etdikdən sonra qayanın yaxınlığındakı kölgədə oturdular. Qızcığaz öz himayədarının geniş sinəsinə qısılıb yuxuya getdi. O, uzun müddət qızın keşiyini çəkdi. Ancaq yorğunluq getdikcə özünü göstərirdi. 3 gün, 3 gecə gözlərini yummamış, istirahət etməmişdi. Ağırlaşmış gözləri tədricən yumulmağa başladı. Başı isə yavaş-yavaş sinəsinə doğru əyildi. Onun çallaşmış saqqalı qızcığazın qızılı saçlarına toxundu. Hər ikisi yuxu görmədən bərk yatmışdılar. Əgər səyyah öz yuxusu ilə mübarizə edə bilsəydi, onda yarım saatdan sonra qəribə səhnənin şahidi olardı. Uzaqda şoranlıq səhranın lap kənarında kiçik toz buludları görünürdü. Əvvəlcə cüzi hiss olunan və üfüqdə zəif dumana qarışan tozanaq tədricən eninə və uzununa genişlənərək sonda sıx buluda çevrilib getdikcə böyüdü. Axırda məlum oldu ki, bu tozanağı hərəkət edən canlılar qaldırıb. Bu yerlər biraz məhsuldar olsaydı, onda düşünmək olardı ki, bunlar otlaqlara çıxarılmış bizon sürüləridir. Ancaq bu yolu səhrada çətin ki, bizonlar otarlardı. Bulud topası iki bədbəxtin yatdığı tənha qayalığa sarı yaxınlaşırdı. Toz dumanının arasından qalın kətanla örtülmüş arabalar və silahlı atlılar göründü. Müəmmalı mənzərə qərbdən gələn karvanın toz dumanı imiş. Ancaq nə karvan? Onun ön tərəfi qayalığa çatanda hələ sonunu görmək mümkün deyildi. Üstü açıq və örtülü arabalar, atlılar, piyadalar, yük altında beli bükülmüş qadınlar, arabanın yanından qaçışan yaxud kətan örtüyün altından boylanan uşaqlar nizamsız cərgə ilə nəhəng düzənlikdən keçib gedirdilər. Aydın idi ki, bunlar sadəcə köçərlər dəstəsi deyildi. Hansısa səbəbdən yeni məskən axtarmağa məcbur qalmış böyük bir qəbilə idi. Açıq havada bu nəhəng izdihamdan çıxan uğultu, ayaq səsləri, atların kişnərtisi və təkərlərin zırıltısı bir-birinə qarışmışdı. Amma bu səsküy nə qədər yüksək olsa da, taqətdən düşüb qayalıqda yatanları oyatmadı. Karvanın başında tünd rəngli toxunma paltar geyinmiş, çiyinlərində tüfəngi olan bir neçə atlı gedirdi. Onların üzü sərt və hərəkətsiz idi. Qayanın ətəyində çatanda dayanıb məsləhətləşməyə başladılar. Bulaqlar sağ tərəfdə olmalıdır, qardaşlar. Sərt dodaqları olan, üzü təmiz qırxılmış çalsaç atlı dedi. Sierra Blanca'dan sağa çox güman ki, Rio Grande'yə gedib çıxarıq. Digəri cavab verdi. Susuz qalmaqdan qorxmayın, üçüncüsü qışqırdı. Qayalıqdan su çıxartmağı bacarmış o, öz seçilmiş xalqını darda qoymaz. Amin, amin, hamı dilləndi. Onlar yollarına davam etməyə hazırlaşırdılar ki, aralarından ən gənci və diqqətlisi şiş qayalığı göstərib heyrətlə qışqırdı. Yuxarıda boz daşlardan aydınca seçilən bir çəngət çəhrayı parça sallanırdı. Atlılar dərhal atlarını saxlayıb tüfənglərini sinələrinə dayadılar. Karvandan ayrılan daha bir dəstə atlı kömək üçün onlara tərəf dörd nala çapırdı. Hamının dilində bir söz var idi. Qırmızı dərlilər. Burada hindilər çox ola bilməzlər. Görünür, dəstənin böyüyü olan ağsaçlı adam dedi. Biz Paoni qəbiləsini arxada qoymuşuq. Dağın bu tayında isə başqa qəbilə yoxdur. Stengerson qardaş, qabağa gedib baxım görüm orada nə var? Atlılardan biri dedi. Mən də, səslər eşidildi. Atları burada saxlayın. Sizi aşağıda gözləyəcəyik, deyə başçı göstəriş verdi. Gənclər dərhal atlarından düşdülər. Onları bağlayıb dik yamaçla yuxarıya, onlarda maraq qoyadan çəhrayı cismə tərəf dırmaşmağa başladılar. Onlar təcrübəli kəşfiyyatçılara xas əminlik və məharətlə cəld və səssizcə qalxırdılar. Aşağıdakılar onların necə qayadan qayaya tullandıqlarını izləyirdilər. Nəhayət onların bədəni səmanın fonunda göründü. Həyəcan siqnalını ilk vermiş gənc hamını qabaqlamışdı. Arxasınca gedənlər onun necə heyrətlə əllərini qaldırdığını gördülər və ona çatıb qarşılarındakı səhnədən sarsılıb dayandılar. Çılpaq zirvənin üstündəki kiçik meydancada iri qaya vardı. Yanında isə cüssəli, amma olduqca arıq və uzun saqqallı kişi uzanmışdı.
Yorğun üzünün sakit ifadəsindən və rahat nəfəsindən onun bərk yuxuya getdiyi görünürdü. Yanında onun qaralmış, damarlı boynunu yumru ağappaq əlləri ilə qucaqlayan, başını isə onun sinəsinə qoyan qızcığaz yatmışdı. Qızın qızılı saçları onun gödəkcəsinin sürtülmüş məxmərinə tökülmüş, çəhrayı dodaqları isə cərgə ilə sıralanmış ağappaq dişlərini göstərərək xoşbəxt təbəssümlə azca aralanmışdı. Ağ corablarda və parlaq ipli səliqəli ayaqqabılarda olan toppuş ağ ayaqları yol yoldaşının uzun və arıq ayaqları ilə qəribə təzad yaradırdı. Yuxarıda, qayanın kənarında təntənə ilə durmuş 3 sar quşu acıqlı-acıqlı baxırdı. Onlar gəlmələri görüb hirsli və xırıltılı qaqqıltı ilə yavaş-yavaş göyə qalxdılar. Bu iyrənc quşların çığırtısı yatanları oyatdı. Onlar başlarını qaldırıb çaşqın halda ətrafa boylandılar. Kişi səndələyərək ayağa qalxıb aşağıya düzənliyə baxdı. Yuxuya getdiyi zaman kimsəsiz olan səhra indi adam və heyvanlarla doluydu. Gözlərinə inanmayaraq əlini üzündə gəzdirdi. Ölüm qabağı qarabasma yəqin elə bu imiş, deyə mızıldandı. Qızcığaz onun gödəkcəsinin ətəyindən tutub dayanmışdı. Gözlərini geniş açıb səssizcə ətrafa baxırdı. Gəlmələr bədbəxtləri tezliklə inandırdılar ki, bu qarabasma deyil. Onlardan biri qızcığazı qaldırıb çiyninə qoydu. İkisi isə əldən düşmüş səyyahı tutaraq onun aşağı düşməsinə və karvana tərəf getməsinə kömək etdi. Adım John Ferrier'dir, səyyah dedi. Biz 22 nəfər idik. Yalnız mən və bir də bu qızcığaz sağ qalıb. O birilər isə orada, cənubda, aclıq və susuzluqdan həlak olublar. Sənin qızındır, deyə kimsə soruşdu. Artıq mənimdir, səyyah cəsarətlə dedi. Mənimdir, çünki mən onu xilas etmişəm. Onu heç kimə vermərəm. Bugündən etibarən o Lucy Ferrier'dir. Bəs siz kimsiniz? Səyyah yekəpər gündən qaralmış xilaskarlarına maraqla baxaraq soruşdu. Deyəsən siz həddindən artıq çoxsunuz. 10.000 nəfərə yaxın, gənclərdən biri cavab verdi. Tanrının qovulmuş övladlarıyıq. Meron mələyinin seçilmiş xalqı. Bu barədə birinci dəfədir ki, eşidirəm, yolçu dedi. Görürəm ki, onun seçilmişlərinin sayı lap çoxdur. Küfr etmə, həmsöhbəti qəzəblə qışqırdı. Biz Misir heroqlifləri ilə qızıl lövhələrə həkk olunmuş Palmeyerdə müqəddəs Joseph Smithə verilmiş müqəddəs ehkamlara etiqad edirik. Biz Novudan İllinois ştatına gəlib orada öz məbədimizi tikmişdik. Amansız zülmdən və Allahsızlıqdan qaçırıq. Səhranın ortasında da olsa özümüzə sığınacaq axtarırıq. Novo adı deyəsən John Ferrier'ə nəyisə xatırlatdı. İndi bildim, o dedi. Siz mormonlarsınız. Bu arada Joseph Smith 1805-1844 tərəfindən əsası qoyulmuş dini sekta. Mormonların təlimi xristiyan, müsəlman, buddist və digər inancların qəribə şəkildə qarışığı idi. Bəli, mormonlarıq, deyə yad adamlar bir ağızdan dilləndilər. Hansı tərəfə gedirsiniz? Bilmirik. Bizi Peyğəmbərimizin simasında Tanrının əli aparır. İndi onun qarşısında duracaqsan. Sənin barəndə o qərar verəcək. Bu arada onlar artıq dağın ətəyinə çatmışdılar. Onları zəvvarlardan ibarət izdiham gözləyirdi. Solğun, itaətkar qadınlar, şux dəcəl uşaqlar və sərt baxışlı narahat kişilər. Onlar əldən düşmüş səyyahı, yanınca gələn balaca qızı təəccüb və mərhəmət nidaları ilə qarşıladılar. Ancaq müşahiətçilər dayanmadılar. Onları digərlərinə nisbətən daha parlaq, daha gözəl bəzədilmiş arabanın yanına apardılar. Bu arabaya 6 at qoşulmuşdu. Başqa arabalarda bir cüt, bəzilərində isə 4 at vardı. Arabasının yanında görkəmcə 30 yaşlarında bir adam oturmuşdu. Belə sərt sifət və böyük baş yalnız başçılarda ola bilərdi. O, qəhvəyi cildli qalın kitab oxuyurdu. Dəstə yaxınlaşanda kitabı kənara qoyub, baş vermiş hadisəni diqqətlə dinlədi. Sonra yolçulara tərəf döndü. Əgər bizim etiqadımızı qəbul etsəniz, o təntənə ilə dedi, sizi özümüzlə apararıq. Sürümüzdə canavarlara yer yoxdur. Əgər siz tədricən bütün məhsulunuzu zayi edən çürük meyvə olacaqsınızsa, qoy sümükləriniz səhrada külə dönsün. Bu şərtləri qəbul edib bizimlə getməyə razısınızmı? Bəli, bütün şərtlərinizlə razıyam. Ferrier elə hərarətlə dedi ki, ən ciddi ağsaqqallar da özlərini gülümsəməkdən saxlaya bilmədilər. Təkcə başçının sərt üzü dəyişmədi. Stengerson qardaş, onu öz yanına apar, o dedi. Körpəni də, onu da yedizdir. Həm də müqəddəs inancımızı onlara öyrət. Getmək lazımdır. Çox yubandı. İrəli qardaşlar, Siona doğru. Siona, Siona doğru. Yaxınlıqda dayanmış mormonlar qışqırışdılar.
Hamı tərəfindən təkrarlanan bu səda uzun karvan boyunca irəlilədi və anlaşılmaz uğultuya çevrilib karvanın sonlarında kəsildi. Qamçılar şaqqıldadı, təkərlər cırıldadı, arabalar yerindən tərpəndi və karvan yenidən səhra ilə irəliləməyə başladı. Peyğəmbərin tapşırığı ilə onun himayəsinə verilmiş 2 yolçunu ağsaqqal öz furqonuna apardı və onlara yemək verdi. Siz burada yaşayacaqsınız, o dedi. Bir neçə gündən sonra lap yaxşılaşacaqsınız. Amma unutmayın ki, bu gündən etibarən siz həmişəlik bizim etiqadımıza əməl edəcəksiniz. Bunu Brigham Young söyləmiş, onun dodaqları ilə Joseph Smith demişdir. Yəni Tanrının səsi. Young, Joseph Smith'in ölümündən sonra Mormonların başçısı. 1801-1877-ci illər. 1-ci fəslin sonu.